2026-cı ildə təqdim olması gözlənilən iPhone 18 Pro seriyası ilə bağlı yeni iddialar gündəmə gəlir. Xəbər zolağı az xəbər verir ki, məlumata görə Apple bu dəfə əsas fərqi texniki xüsusiyyətlərdən çox qiymət strategiyası ilə yaratmağı planlaşdırır. İddialara əsasən şirkət artan istehsal xərclərinə baxmayaraq qiymətləri sabit saxlamaq niyyətindədir. Belə ki, iPhone 18 Pro modelinin $1049, 1700 azı, Pro Max versiyasının isə $1199, 2038 civarında satışa çıxacağı gözlənilir. Bu addım rəqiblərin qiymət artımına getdiyi bir dövrdə Apple'yə üstünlük qazandıra bilər. Lakin bu strategiyanın müəyyən kompromisləri olacaq. Bildirilib ki, şirkət xərcləri balanslaşdırmaq üçün rəng seçimlərini azaldacaq. Yeni modellərin yalnız 3 rəngdə tünd boz, tünd qırmızı və gümüş ağ variantlarda təqdim olunacağı ehtimal edilir. Texniki tərəfdən isə seriyanın yeniliklərlə gələcəyi gözlənilir. Sızmalara görə cihazlarda daha kiçik dinamik islan, yeni nəsil modem, təkmilləşdirilmiş kamera sistemi və 2.5 texnologiyası əsasında hazırlanmış A2 Pro çip istifadə olunacaq. Ümumilikdə qiymətin sabit qalması ilə yanaşı təqdim ediləcək yeniliklər iPhone 18 Pro seriyasını bazarda daha cəlb edici edə bilər.